Abşeronda görülən merativ tədbirlər rayon ərazisində kənd təsərrüfatının inkişafına böyük təkan verir. Ötən il olduğu kimi 2025-ci ildə də əkin sahələrinin suvarılması Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Abşeron Su Minerasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən planlaşdırılıb. Su itkisinin qarşısının alınması, o cümlədən suyun maneəsiz axınını təmin etmək üçün Abşeron magistral kanalında lildən və otlardan təmizləmə işləri həyata keçirilir. Bununla da suyun sürətli axını təmin edilir. Bundan başqa Abşeron magistral kanalının yaşayış məntəqələri ərazisindən keçən hissələrində məişət tullantıları ilə çəkiləndirilən hissələr mütəmadi olaraq təmizlənir. İlin əvvəlindən indiyədək kanallar mexanizmlərlə 103 min kubmetr lildən təmizlənib. Bundan başqa kanallar əli ilə 560 kubmetr, dırmıqla isə 11 min kvadrat metr otlardan təmizlənib. Görmüşdür. Bu cümlədən 39 ədəd suvarma nastansiyalarında və 25 ədəd içməli su istiqaməti olan nastansiyalar cari təmin işləri aparılmışdır. Məlumat üçün qeyd edim ki, cari illə Zabrat nastansiyasında 200 kW və 5 tipli nasос aqreqatı istismar müddətini bitirdiyi üçün sökülərək yerinə 90 kW gücündə Vilo tipli nasos aqreqatı quraşdırılmışdır və bu da həm su təminatını yaxşılaşdırmaqla yanaşı, həm də elektrik enerjisinə qənaət etmiş olmuşdur. İdarə tərəfindən nasos stansiya binaları, hidrotexniki qurğular, mülki və istehsalat binaları, müxtəlif diametrli boru kəmərləri, qol kanalları cari təmir olub. Bununla yanaşı Abşeron əhalisinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün müəyyən işlər görülür. Su və kanalizasiya xəttlərində baş verən qəzalar aradan qaldırılır. Qeyd edək ki, hazırda Xırdalan şəhəri ərazisində diametri 1000 mm olan dəmir beton kanalizasiya borusu istismar müddətini bitirdiyi üçün 650 paqonometr hissəsi yenisi ilə əvəz olunur. Cari ildə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Əkinçilik Elmi Tədqiqat İnstitutunun şəbəkəsinin əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulub.